Aliment ödəməyən şəxs, yəni bizdə indi tendensiya olaraq atalar əsasən ödəyir. Çünki bir çox hallarda uşaq ananın himayəsinə verilir deyə. Amma qeyd edeyim ki, aliment yəni uşağa görə ödənilir. Yəni bəzi hallarda qadınlar da kişilər aliment ödəyə bilər uşağa görə. Olub azarbaycanda? Bəli, olubdur. Orada prinsipial xarakter daşıyıb. Çünki uşaqlar məhkəmənin qərarı ilə atanın himayəsinə verilib o üzdən. Əgər məsələn mənim öz şəxsi təcrübəmdə olan, daha doğrusu iş təcrübəsində olan bir neçə məsələlər olub ki, yəni ananın həyat tərzi uşağın gələcəkdə təhsilinə, sağlamlığına və yaxud da ki, həyat tərzinə mənfi təsir göstərə bilər və biz bunu məhkəmə qaydasında sübuta yetirdik. Eyni zamanda da bildiyiniz kimi Ailə Məcəlləsinin müvafiq maddəsinə görə 7 yaşından sonra uşağın fikri nəzərə alına bilər. 10 yaşından sonra uşağın fikri nəzərə alınmalıdır ki, yəni uşaq ata ilə qalmaq istəyir, yoxsa ana ilə. Biz də bu formada, yəni bizdə uşağın da seçimi ata olub. Və əsasən də bunu məhkəmədə də bildirə bilər uşaq və yaxud da ki, müvafiq qayyumluq komissiyasının iclasında.